etdirir. İşğaldan azad edilmiş ərazilərə böyük qayıdış çərçivəsində Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə və Xocalı rayonunun Xanabad kəndinə ümumilikdə 41 ailə qayıdıb. Böyük qayıdış proqramı çərçivəsində əhalinin mərhələli şəkildə doğma torpaqlarına qayıdış prosesi davam etdirilir. Bu mərhələdə Xocavəndin Qırmızı Bazar qəsəbəsinə 20 ailə, yəni 81 nəfər, Xocalının Xanabad kəndinə isə 21 ailə, yəni 103 nəfərin qayıdışı təmin edilib. Bu ailələr uzun illər Respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşaraq çətin şəraitdə yaşayıblar. İndi isə onlar tamamilə yenidən qurulmuş, müasir infrastrukturla təmin edilmiş Qarabağda daimi məskunlaşma imkanı əldə ediblər. Sağ olsunlar, evlə təmin edirlər Qırmızı Bazar qəsəbəsində. Allah razı olsun. Özümüz yəni ki, borcluyuq şəhidlərimizə, Allah qazilərimizə can sağlığı versin. Cənab Prezidentimizin uğurları nəticəsində bu baş verdi. Yenə öz torpaqlarımıza qayıdırıq, şükür Allah. Özüm də oralarda işləyirəm, yəni işim də oradadır. Şükür Allah, Allah hamdan razı olsun. Ailəmlə çıxmışam, indi öz ailəm, ata-anamla çıxmışam, indi öz ailəmlə qayıdıram o torpaqlara, öz ailəmlə, uşaqlarımla. Qeyd edək ki, indiyədək Xocalı rayonunun Xanabad kəndinə 59 ailə 257 nəfər, Xocavəndin Qırmızı Bazar qəsəbəsinə isə 162 ailə 685 nəfərin qayıdış prosesi həyata keçirilib.